martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin dırnaqarası büdcəsinin Ermənistan tərəfindən formalaşdırıldığını etiraf edib. O, qondarma rejimin büdcəsinə Ermənistan tərəfindən ayrılan vəsaitin kredit adlandırıldığını, lakin həmin kreditin faizsiz və müddətsiz olduğunu bildirib. O zaman faizsiz kreditlər adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan ixrac olunan və idxal edilən məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı idxal və ixracla bağlı Ermənistan Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də faizsiz kreditlərə daxil edir deyə o əlavə edib. Təqsirləndirilən şəxs deyib ki, Qarabağın məhsullarının Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın kredit adı ilə qondarma rejimin dırnaqarası büdcəsinə ayırdığı vəsaitdən az idi. O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə ixrac edilən Qarabağ məhsullarının üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.